İsmail, bəs sən həm belə deyək də peşə təhsili almısan və həm də universitet təhsili almısan. Bəli. Bunları necə müqayisə edərdin? Yəni peşə təhsilində tədris necə olunur? Universitet qədər yaxşıdırmı, yoxsa o təbii ki, universitet təhsili daha öndədirmi? Belə izah edeyim. Məncə bunları fərqləndirmək belə qədər düzgün deyil. Yəni peşə təhsili mi yaxşıdır, yoxsa ali təhsil mi yaxşıdır? Təbii ki, ali təhsil dediyimiz kimi ali səviyyədə olan bir təhsil sistemidir, təhsildir, tədris metodudur. Lakin peşə təhsilində müəyyən üstünlükləri var. Nədir? Peşə təhsili daha çox dediyim kimi praktiki olaraq mühasibatlı oxuyursa bizə sırf olaraq mühasibatlıqla bağlı olan dərslər tədris olunurdu. Yəni hər hansı bir kənar bir dərs yox idi. Yəni sadəcə olaraq sırf ixtisasla bağlı olan dərslər idi. Yəni maliyyə uçotu, vergi uçotu, əmək uçotu, məsrəf uçotu, ictimai sektor üçün mühasibatlıq standartları, bu kimi fənlər. Bəzi baza fənləri vardı. İngilis dili var idi, kompüter baza bilikləri fənni vardı. Lakin ümumilikdə daha çox praktiki yönəlmə idi. Sırf bizim ixtisasımızdan belə deyim, uyğunluq göstərən fənlər idi.